Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Rəqsanə İsmailova sosyal medya hesabında yeni videolar paylaşıb. Sənətçi qızı Aysun ve onun yaxın dostları üçün xəncəl hazırlayıb. Video görüntülərdə Rəqsanə xanımın nəvəsi və qızı da yer alıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Bu günlərim bizim şəhid Emin qardaşımızın maması mənim yanıma qonaq gəlibdi. Bizim evimizdə qonaqdır, xoş gəlmişsən. Həmişə gələsiniz. Allah o cavan qardaşımıza da rəhmət eləsin, məkanı cənnət olsun. Onun qarşısında hamımız baş əyirik. O bizim balamızdır, bizim şəhidimizdir. Onun sayəsində bu günlərim sərbəst biz hamımız torpaqlarımızda ayaq basırıq, gəzirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin və tezliklə də şəhid ailələrindən qəşəng bir görüşümüz olacaq. İnşallah. Allah qoysa, inşallah. Öpürəm səni, mənim çok gözəl anam. Mən də öpürəm hər zaman bu qapıya xeyir. Ay sevgi. Defterine oynayalım bak. Defterine oynayalım. Ya. Sana kurban oğlum. Ay matı. O size kurban oğlum. Sizi verene kurban oğlum. Sizin basınıza dönüm. Darıxmışdım basınıza dönüm. Benim güzellerim, benim balalarım. Size kurban oğlum. Allah hiçbir ananı balasından, ailesinden uzak eləməsin. Size kurban oğlum. Hal-hazırda Aysun dedim ama xəngəl istəyirəm. Bəhbə xəngəlləri kəsmişik bax beləcənə. Burada da suyumuz qaynayır. Bu pomidor. Bu da mənim soğançam. Özüm də ağrıyıram. Təpitimə qəşəng xəngəl elədim. Dedim ki, Aysun, yığ başının dəstəsini gəl xəngəli. Onlar dedi, gəlirlər xəngəl yeməyə. Və qəşəng hamısını kəsdik, tökdük xəngəli. Bax, beləcənə. Canım sənə desin, təpitimə elədik. Bişirəcəyik. Özüm də hələ xəstəyəm, sağalmamışam. Hər gün sistemləri vurdururam ki, bəlkə bir özümə gələm. Bu nə azardır, bu nə xəstəlikdir, dəhşət. Özünüzü qoruyun. Sarımsaq qatıqdan çox yiyin. Mütləq. Mən azıq sarımsaq qatıq yiyirəm neçə gündür. Öpürəm sizi. Və gələn həftə inşallah sağalıb özümə gəlib doyuğanı canlı bişirəcəm sizə. İndi isə xəngəl bişirirəm. Boşqabı boşaldım sana. İkinci boşqabı deyəcəm. Ben birinci sefer de böyle gelirim. Ülvi, dadlıdır. Dadlıdır. Sən yiyəcəm dadlıdır. Gəlirəm. Yox, mən sizi gözlədim. Dedim Rəqsanə xanım gəlməmiş, mən yeməyəcəm. O şanslı insanlar bizik. Rəqsanə xanımın turşularından yeyib, xəngəlindən yeyib burada. Sizə